Ukrayna müharibəsində Armagedon mərhələsi başlayır. Ukraynanın ən böyük dəstəkçisi olan ABŞ Trampdan sonra hərbi yardımları kəsməklə qalmayıb, kəşfiyyat məlumatlarının da Kiyevə ötürülməsini dayandırıb. Bu məlumatlar ABŞ silahları ilə Rusiya hədəflərini vurmağı da ehtiva eləyirdi. Yaranan boşluğu Fransa dolduracaq. Fransanın müdafiə naziri Sebastian Lecornu ölkəsinin kəşfiyyat məlumatlarını Kiyevlə paylaşdığını bildirib. Amma ABŞ-Ukrayna münasibətlərinin qopma gedişatı da dəyişə bilər. Belə görünür ki, Trump alverçi keçmişini siyasətə gətirir və Ukrayna ilə təbii sərvətlərin işlənməsində razılıq əldə eləsə, yardımları bərpa eləyə bilər. Azadlıq Radiosu yazır ki, Trumpın milli güvənlik müşaviri Michael Waltz martın 5-də qoyulan fasilənin yerində qaldığını bildirib. O deyib ki, sülh danışıqları təşkil ediləndə və güvən yaratma tədbirləri masa üzərində olanda Trump bu fasiləni aradan qaldırmağı gözdən keçirəcək. Amma Avropada artıq ABŞ-ın etibarsız tərəfdaş kimi qəbullanması prosesi gedir. Düzdür, dövlət başçıları hələ də ABŞ-ı bu cür etiketləməyə tələsmirlər. Amma köhnə qitə birliyi artıq yenidən silahlanma kimi proqramların qəbuluna fokuslanıb. Emmanuel Macron xalqa müraciətində deyib, mən ABŞ-ın bizim tərəfimizdə qalacağına inanmaq istəyirəm, amma belə deyilsə, biz hazır olmalıyıq. Paris və London fövqəladə iclaslarından sonra Avropa liderləri martın 6-sında Brüsseldə xüsusi sammit üçün toplanırlar. Müzakirənin nüvə mövzularından biri hərbi potensialın gücləndirilməsi planlarıdır. Avropa Komissiyası prezidenti Ursula von der Leyen'in 4 martda açıqladığı Rearm Europe planı Avropa İttifaqına üzv dövlətlərin müdafiə sahəsinə xərcləməsi üçün 800 milyard avroya qədər vəsait ayrılmasını nəzərdə tutur. Sülh danışıqları atmosferi ətrafında digər məqam Ukraynaya yerləşdiriləcək Avropa hərbi qüvvələri məsələsidir. Britaniya və Fransa sülh məramlılar göndərməyə hazır olduqlarını artıq bəyan eləyiblər. Rusiya isə bu məsələdə güzəştə getmək niyyətində olmadığını bildirir. Xarici İşlər naziri Sergey Lavrov deyib ki, Avropalı sülh məramlıların Ukraynaya göndərilməsi NATO ölkələrinin Rusiyaya qarşı müharibəyə rəsmi cəlb olunması demək olacaq. Amma ekspertlər hesab eləyirlər ki, Rusiya həmişə maksimalist mövqe ilə danışıqlara başlayır ki, sonradan güzəştə gedəndə əlində bir şey qalsın. Əlində qalsın demişkən, Rusiya Ukraynada işğal elədiyi 4 bölgəni də vermək niyyətində deyil. Amma bütün bunlar qarışıq ABŞ-Ukrayna-Avropa münasibətlərinin trayektoriyasından asılı olaraq dəyişə bilər.